Herkese salam kızlar, kanalıma hoş gelmişsiniz. Təzə bir vlog başlayıram. Bugün biz evə lazım olan 1-2 dənə əşya alacağıq. Vanna otağı üçün güzgü almalıyıq, amma mən düşünürəm ki, bir yerdə rakovina da almaq istəyirəm. İndi baxaq görə burada nələr var. Burada belə çox münasib qiymətə tamam aksesuarları var. Bunları almaq lazımdır mütləq. Sadəcə mən ağ istəyirəm, heç nəsiz. Amma bunlar hamısı risunkalıdır. 13 manata havayıdır. Dekalayevdə ortalama hardasa 25 manatadır. Temada da hələ o qiymətədir. Yuskda daha bahadır. Burada isə havayı. 100% buradan almaq lazımdır. Biz qıqras moyka almalıyıq. Burada da belə bir modeli gördüm. Əslində mən tam belə istəmirəm. Amma bunun materialı və keyfiyyəti xoşuma gəldi. 129 manatadır bu boydası. Düzdür, qaralar da var. Amma qara kadrda pis görsənir. Real həyatda gözəl görsə də, baxın necə pis görünür videoda. Bu isə 171 manatadır, həm də ki bizim üçün böyükdür. 101 manata belə qızıllı var və razmerləri də bizə uyğun gəlir. Sadəcə qızıllını saxlamaq biraz çətindir, çünki cızıqlar üstündə görünür. Ona görə düşünürəm ki, gümüş alsam daha yaxşıdır. Dəsmal zadda lazımdır almağa, amma konkretlə harda keyfiyyətli dəsmallar satılırsa heç özümdə bilmirəm. Burada çeşid o qədər də çox deyil. Bilmirəm buradan götürək yoxsa necə eləyək. Bu mağazanın adı tam düzgün necə tələffüz olunursa bilmirəm, deyəsən Ümiddir. Mən istədiyim model tam olaraq budur. Məncə çox gözəldir. Ayaqları yoxdur bunun. Çaşqası belə yumru olanda və ağ olanda ürəyim gedir. Çox xoşuma gəldi. Bunun qiyməti 598 manatdır, amma güzgüyünə bir yerdə gedir. Bu razmer olaraq daha balacadır və daha uyğundur bizim vanna otağımıza. Sadəcə burası belədir, amma mən ağ istəyirəm. Bu deməli hamısı bir yerdə 384 manatadır. Bir dənə bu daxil deyil. Bu smesici 107 manatadır. Kosmetika zad yığmaq olar bura. Sonra isə bunu gördüm və vuruldum. Endirimdədir 259 manata. Tam istədiyim kimi çaşqası ağ, belə bir şkafçiklər. Şkafçiklərin ayaqları yoxdur. Bir tərəfdən gözəl görsənir bu ayaqları olmayan da. Digər tərəfdən isə çox ağır şeyləri yükləmək olmur. Bu pis cəhətidir. Düzdür, güzgüsü işıqsızdır, amma məncə bu qiymətə həqiqətən havayıdır. Bir dənə smesici alırsınız və salam. Ümumiyyətlə buraya girəndə adam evində olan əşyaları hamısını dəyişmək istəyir, hamısını təzəsini alıb qoymaq. Qafil çeşidi o qədər gözəldir həqiqətən. O qədər zövqlü rənglər, tonlar. Amma bizdə də boz fason rəngidir vannada qafil. Mən bəyəndiyim güzgü budur. Belə bir qəşəng rakovinası da var. Qiyməti də münasib 259 manat endirimdə. Belə şkafı da var, kosmetika falan yığmağa. Ölçüləri düz gəlsə bunu götürəcəm. Bunu sırf mama üçün çəkdim. Deməli bu stullarla birlikdə 200 manatadır. Adətən stolu ayrı satırlar. Stullar isə hərəsi 50 manata olur, amma burada hamısı bir yerdə set olaraq düşünürəm ki, möhtəşəm qiymətdir. Misal üçün bizdə kənddə həyətdə oturmaq üçün çox kulturna, qəşəng səviyyəli görünür. Almaq olar. Bunu çəkdim, atdım mamaya, istəyirsən dedim alaq. Belə bir lüstr xoşuma gəldi, amma qiyməti deyəsən yoxdur üstündə. Bizim otağa da biraz böyük olar. Oy, 667 manat. Vlogların birində deyəsən sizə demişəm ki, 2 dənə lüstr sifariş eləmişəm Temudan və artıq gəlib. İkisi də açıb baxmışam qızlar. Xrustal imiş, elə gözəl keyfiyyətli. Sifariş eləyərkən həqiqətən heç diqqət yetirməmişdim buna ki, oradan xrustal gələ bilər. Sadəcə quraşdırılma zamanı istəyirəm mən də o mənzilə gedim. Həm lüstrləri göstərim sizə, həm asılmış vəziyyətində göstərmək istəyirəm. Həm də ki, o evdə bəzi aldığım cehiz qapqacaqları var, hansılar ki sizə göstərməmişəm, onları da göstərmək istəyirəm. Gəlmişik bura seçməyə şey. Mən hər şey almaq istəyirəm. Yeznəmiz də isə deyir ki, tələsmə, dayan, baxaq, fikirləşək. Qalmışıq belə gəzə-gəzə buralardan. Hələ ki, bir dənə dəsmal aldım böyük, bir dənə də balaca dəsmal, 1-2 dənə də stol silmək üçün salfetka və salam. Misal üçün bunlar çox uyğun qiymətədir. Bunlar plastik deyil, keramikadır. 9 manata set olaraq tam. Və yaxud bunlar 12 manat 40 qəpiyə. Məncə çox yaxşıdır. Əslində mən tam ağ istəyirdim, heç nə o üstündə olmasın. Amma bunlar da pis deyil. Misal üçün bu da baxın 9 manatadır. Ağ belə bir şey gördüm. Bu da maraqlı görünür. 12 manatadır. İndirimdə 2 manat 90 qəpiyə. Belə güzgüləri görəndə həmişə həsrətinə baxıram. O mənə elə gəlir ki, bizim evimizin vibe ilə tutmur.
Amma gözəldirlər. Ən çox da ki, bu qaranı bəyəndim. Necə də şık görünür. 39 manatadır. Burada belə böyük ağ da var, balacalar da var. Ümumiyyətlə, güzgü evdə nə qədər çox olursa, o qədər yaxşıdır mənim fikrimcə. Bu hal-hazırda təcili lazım deyil. Biz amma fikirləşdim ki, alıb qoymaq olar da evə. Belə bir şvabralar 16 manatadır. Cəmi 1 manat 90 qəpiyədir tualet üçün belə asvejitillər. Bilmirəm, bunlar yaxşı olacaq və yaxud yox, amma alaq. Stolun üstündən atılan klyonka da lazımdır, amma bunlar heç biri mənə xoşuma gəlmir. Ümumiyyətlə, stola klyonka atılanda mən sevmirəm. Amma əks halda stolda körlanır, o da var. Bilmirəm necə eləyim. Sizcə bunların hansı qəşəngdir bilməsində yazın. Mən keçən dəfə şamı alanda yadınıza gəlirsə bu şamı almaq istəyirdim Dekalive'da. Orada qiyməti 7 manat, deyəsən 30 qəpik idi. Burada isə 5.30-adır. Hər iki qoxusu da var burada. Amma mən daha çox bunu bəyəndim. Bunun qoxusu gözəldir. 22 manatadır və yaxud bu çox gözəl şık şleyf qoxusu var bunun. Bunu çoxdandan görmüşəm. Həm marketplace'lərdə satılır tiftik təmizləyən. Mənim Zara'mın üst geyimləri hamısı tiftiklənib. Tiftiklənib yox, tiftiklə, qaroçi neysə. Qiyməti 8 manatadır, amma Temu'da falan da var. Orada da baxmaq lazımdır qiymətə. Orada görəsən neçəyədir. Bizim dəhlizimiz balacadır, amma belə tipli mebelləri mən o qədər sevirəm qızlar. Elə xoşuma gəlir. İmенно bu rəng. Özdəki bu rəng imенно belə bir rənginə çox gözəl uyur. Burada da belə bir güzgü. Qiymətləri də üstündə. Bu 264-dədir, bu 400-dədir. Kosmetika yığmaq üçün belə bir komod almaq olar. Mən уже sifariş elədim, heç istədiyim Alex, amma bu cəmi 127 manatadır. Sadəcə məlumatınız olsun deyə göstərirəm sizə. Mamaya atdım o biri stolu da, bunu da. Bu məncə o birindən daha gözəldir. Üstü belə şüşədir, 272 manatadır. Amma burada stollar ayrıdır, hərəsi 45 manatadır. Amma almağa dəyər məncə. Yadınıza gəlirsə, mən sifariş eləmişdim çaynik 6 və onlar üçün belə şamlar lazım idi. Elə kakras gördüm burada. Deməli 2 manat 40 qəpiyə belə bir setdir. İdealdır məncə. Üzdəki 2 qatdır. Baxın burada nə qədər var. Lazım olar. Götürək bunu da. İndi yox, amma gələcəkdə biz qapıya belə kamera qoymaq istəyirik və baxaq kim girir evə, kim çıxır. Burada hər şey var. Konkret bilmirəm hansı gedir, hansı yaxşıdır, onu araşdırmaq lazımdır, sonra gərək alasan. Cəmi 8 manatadır. Bu stulçiklər nə şirindir. Görəsən bu böyük üçündür, yoxsa uşaq üçün. Manifest edirəm ki, yaxın zamanlarda səyahətə gedərik və gəlib buradan çamadan alacağım özüm üçün bir balaca. İnşallah. Amin, amin, amin. Bir dənə çaynikin qiymətinə baxın. Mən 90 manat, yox 80 manat almışam. Hoffman'dır deyəsən nədir? Belə bir elektrik çaynik. Buna bənzər boş var idi. Mən aldığım mağazada 130 manata idi. Ayda birini al işlət. Deməli, 23 manat 18 qəpik pul xərclədik. Mağazanın adı yadımda qalmadı. Ümiddən biraz qabaqda idi. Girdi, burada da ev əşyalardı və bu xoşuma gəldi. Mənim dəhlizə qoymaq olar. Sadəcə bunun razmeri bizə uyğun gəlmir. Qiyməti bunun 150 manatdır. Bunun krem rəngi də var idi, amma daha pis görünürdü. Məncə ağ rəng daha şık və gözəl görünür. Bu arada bilməyənlər üçün və yaxud bəlkə birinci dəfə mənim kanalıma daxil olmusunuz. Mən bu yaxınlarda ailə həyatı qurmağa hazırlaşıram və bizim təzə evimizə bəzi əşyaları alırıq. Bu şkafı da 95 manata bu arada və bu bizə uyğun gəlir. Bunu da biz təzə evə, daha doğrusu nişanlımın mənzilə almağı düşünürük. Bəlkə mənə elə gəlir, amma krem rəngi sanki də sarılmış kimi, köhnəlmiş kimi görsənir. Ona görə düşünürəm ki, ağa alsaq daha yaxşıdır. Bu qara böyük güzgünü görürsüz. 85 manatadır cəmi. Konkret yataq otağın ha tərəfində qoyacağımsa bilmirəm. Bunu həm divardan asmaq olur, həm də ki belə ayağı var. Sadəcə diyana da bilər. Misal üçün Temu'dan paltar sifariş edirəm və öz eynimdə sizə göstərməyi istəyirəm. Belə hallarda mənə bu güzgü lazımdır. Və bunu da deyim ki, Instagramda bir neçə mağazadan soruşmuşam. Minimum qiyməti 140 manat mənə deyiblər, amma burada 85-ədir. Düşünürəm ki, düşünmədən almaq lazımdır, uça-uça almaq lazımdır.
Həmin bu mağazada bu stəkanlar diqqətimi çəkdi. 5 manat 50 qəpiyə idi və bunlar çox gözəldi məncə. Bəlkə də bir 10 dəqiqə belə dayanıb baxırdım, tərəddüd edirdim ki, konkret hansını götürüm. İçində belə risunqanı olan stəkanları dəhşət sevirəm. Bu isə o birilərdən biraz ağır idi. Ha, böyle tarelkalar da var ya. Stəkanı уже 100% götürəcəm. Tarelkalar da diqqətimi çəkdi. Götürmək istəyirəm. O gün Pərvanəgilə gedəndə elə gözəl tarelkalar var idi masanın üstündə. Mən də soruşdum ki, hardan almısan? Dedi ki, hər şey 1 manata 1 manat almışam tarelkaları. Mən universitetdə oxuyanda belə mağazalar dəhşət dəbdə idi. Amma son zamanlar nədənsə hər şey 1 manat mağazalara heç girmirəm. Bu Temuza çıxandan sonra hər şey Temudan vururam. Səhv eləyirəm, gərək arada girim ora, həm sizin üçün video çəkim. Ümumiyyətlə sizə maraqlıdır belə mağazalar, mütləq rey bölməsində öz fikrinizi yazın. Arada girim, baxım nə neçəyədir. Bəlkə çox sərfəli məhsullar var, al-ağza basa qoyaq. Mən çoxdandır ki, belə risunqalı qapqacaq istəyirdim. Çox maraqlı görünür. 6 manata. 2 dənə tarelka götürdüm. Maşında göstərəcəm hansılar. Obçi bu mağazada 9 manat 10 qəpik pul ödədim və yaxşı ki, elə kartla ödəniş mümkündür. Sразу kartla ödədim. 12-14 manat arasında bunlardı. Qəşəngdir, amma mən çox vaxtında nəlbəki heç istifadə eləmirəm, amma dəhşət şık və qəşəng görünür. Mağazada məhsul çeşidi çoxdur, bəlkə də çox şey alardım. Sadəcə satıcı hər bir addımın dalınca gəzirdi. Adam özünü biraz narahat hiss eləyir. O zamanlar mən həmişə qaçmaq istəyirəm mağazadan. Belə bir məkan tapmışıq. Corat kitabı yemək istədim birdən. Əslində o qədər də küləkli deyil. Ona görə düşünürəm ki, dəniz kənardan oturmaq olar. Qəşəng yerlər də var parking üçün buradan. Ver. Всё. 1-2 dənə şey də aldım. O stəkana dözə bilmədim, aldım. Onun yanında da ona bənzər 2 dənə tarelka. Çox qəşəng görsən. Cəmaət servis alır. Cəmaət 2 dənə servis alır. Aynur gedir 2 dənə qaşıq, 2 dənə loşka alıb gəlir. Hava o qədər də küləkli deyil. Yaxşı ki, bu videolar var və qıraqdan özümə baxa bilirəm. Elə bu dəstin uzunluğu sizə demişəm ki, yaxşıdır. Bir dənə baxın qıraqdan çalvar necə də mənə qısadır. Bəlkə də yalnız mən buna diqqət yetirirəm. Elə bildim ki, bu sunidir. Amma yox, təbiiymiş. Bayırda oturulası hava deyil. Ona görə içəridə bir yer axtarırıq. Uca otururduq. Sonra bizim yeznəmiz dedi ki, bu o yer deyil. Mən istədiyi yer deyil. Səhv salmışam. Ona görə indi gedirik bunun istədiyi yerə. Corat kitabı son dəfə yediyim vaxt bilirsiniz nə vaxtdır? Universitetin 3-cü kursunda qrup yoldaşlarla birlikdə getmişdim. Bilmirəm, ya o vaxt belə gözəl restoranlar dəniz kənarında yox idi və yaxud biz çox münasib bir yer seçmişdik. O qədər dadlı idi, o qədər dadlı idi. Getməmisinizsə mütləq bir dəfə gedin. Qiymətləri də o dərəcədə wow baha deyil və yayda nəsə mənim ürəyim kitab istəmir. İminə qış aylarında xoşlayıram, soyuq olanda. Axırda çatdıq belə bir məkana. Baxaq görək burada nə var. Əslində ən gözəli burada oturmaqdır. Sadəcə hava biraz küləklidir. Mən də çox nazik geyinmişəm. Baxın, əlimə ucuz. Dəhşət nazik geyinmişəm. Yoxsa burada oturardıq. Çox gözəldir. Yadınıza gəlir, həmişə deyirdim ki, restoranlarda yemək yeyəndə heç vaxt soğanı hiss edə bilmirəm. Görəsən burada əlavə eləmirlər ümumiyyətlə soğanı və yaxud necə olur? Bu dəfə ofisiantdan bu məqamı dəqiqləşdirdim. O da dedi ki, ət qutablarına hamısına soğan əlavə olunur, sadəcə ət çəkən maşından keçirdirlər, ona görə hiss olunmur. Bunun bir dən gözəlliyinə baxsınız. Dedim də 5 dənəsindən. Mən çayı sırada buradan 2-ci mərtəbədən qəşəng mənzərəsi var. Videoda o qədər də qəşəng düşmür. Amma belə küləkli havadan qəşəng atmosferalıdır buram. Mən deməli həmişə necə eləyirəm. Özüm nazik geyinirəm. Soruşdanın kurtkasını götürürəm özümə. İşte isti oldum mənim üçün. O da necə bacarırsa elə də gəlsin. Əsas biz.
Buradakı dəniz mənzərəli restoranlarda banket menyuları da var. Ona görə bəlkə nişanı burada hardasa elədik. Saat isə 4 dəqiqə 8-ə işləyib. Bayaqdan oturub gözləyirik ki, bizim kutablarımız gəlsin. 5 dənə qarın kutabı götürmüşük, 5 dənə göynə və 5 dənə ətlə. Vlogun ortasında həmişəki kimi sizdən bir xahişim olacaq. Kanala hələ də abunə olmadan izləyirsinizsə mütləq abunə olun. İzləyici sayı çoxalanda mən çox motivasiya oluram. Sizin üçün daha çox kontent çəkəm. Nəhayət ki, gətirdilər. Bu qatığı heç bilmirəm kim sifariş edibsə. Deməli burada sən sifariş eləmirsən. Bu deməli sumaqdır və ən əsas mən bilirsiniz kutabları nəyinə xoşlayıram. Acı qaxıcı purini bununla yeyirəm. Çox belə qatı deyəsində. Maybe yoxdur. Ümid edirəm ki, dadlıdır. Mən ət kutablardan başlamaq istəyirəm. Baxın, bu boyda olur. Qəşəng. Bayaqdan baxıram, nəsə qaranlıqdır. Akasiya spışqasız çəkirəm. Unutdum spışqanı. Bilmirəm. Nuş bizəm. Qatığı belə qəşəng qabda gətirirlər. Bir məqama da toxunmaq istəyirəm, çünki reylərdə hamı soruşur. Ən çox da ki, mənim rus kanalımda Son Mukbang'ın altında. Mən videoda olduğu kimi dedim ki, qaynanam bizə hədiyyə elədiyi yataq dəstini mən aparıram digər öz evimə və ora təzə mebel yığdırıram. Hamı da reylərdə başladı mənə yazmaq ki, bu qaynanaya qarşı hörmətsizlikdir, belə eləmək olmaz. O səndən inciyər, belə düzgün deyil. Bir sözlə hamı reylərdə mənim üstümə düşdü ki, mən səhv eləyirəm, düzgün eləmirəm və s. Bəziləri isə yazırdılar ki, niyə görə sizdən soruşmadan o mebeli alıb. Əslində o bizdən soruşmuşdu ki, necə mebel alın və s. Mən düşündüm ki, xırda xuruş 1-2 dənə şey alacaq. Ona görə çox da üstünə düşmədim. Demədim ki, belə al zat. Həm də ki, utandım, düzgün deyil düşündüm. Ona görə belə oldu. Təp-təzə mebellər idi. İndi isə əsas məsələ sizdə də sual yaranmasın. Tam aydın deyim sizə. Qaynanamdan əvvəl soruşulub. Ruslan dedim ki, əgər sən mamanın xətrinə dəyəcəksə, gəl biz bunu eləməyək. Ruslan dedi ki, problem yoxdur, necə istəyirsən elə deyil. Bizə elçi gələndə təkrar ondan soruşdum ki, biz mebelləri belə eləmək istəyirik, siz nə düşünürsünüz bu haqda? Dedi ki, bu mənim hədiyyəmdir, mənim üçün heç bir fərqi yoxdur, onun üstündə yatacaqsınız və yaxud başqa bir şey. Əsas odur ki, mən evini doldurdum, dalca özünüz bilərsiniz. Bu başdan deyim ki, sizə bəxtim gətirib, yəni ki, yola getməyi çox asan insandır. Dedi ki, əsas mənim bir tələbim var, mən öz oğlumu xoşbəxt görmək istəyirəm. Dedim, ay nə gözəl. Ruslana dedim ki, biz dalaşsaq da, dava qırğın olsa da mamaya deməm. Deməli, mebellər belə bir formada yığılmışdı. Bu da əslində bir istoriya idi. Mən eləməmişəm bunu, düzdür, amma yenə də hamısını sök, bir paketdə. O biri evə apar, maşın tut, orada düşür, təzə evə quraşdır. Bunu hamısını yeznəmiz elədi və məncə o biri evdə çox gözəl görünür. Hal-hazırda gördüyünüz kadrlar hələ o evdəndir. Mənim ilk aldığım öz mənzilimdə, hal-hazırda orada mənim əmim qızı qalır. Həqiqətən bu evə elə gözəl yaraşdı, elə gözəl yaraşdı. Sanki bu mebel hələ bu ev üçün sifariş olunmuşdu. Siz isə tam səmimi olaraq öz fikrinizi yazın rey bölməsində necədir bu otağa. Elə bildim ki, göynə götürmüşəm, amma yox, pendirdən də özlük. Elə dadlı içində pendiri var, dəhşət. Hamısını yedik. Fikirləşdik yenə qarın kutabı götürək. Çünki üçün arasında ən dadlısı elə qarın kutabı oldu. Birdən yadıma düşdü ki, mağazadan aldıqlarımı mən sizə göstərməmişəm. Tez bazar bunları da yeyək və sizə göstərim. Bunları mən evə aparmayacağım. Ona görə hələ maşında göstərim sizə. Bu bizim təzə evimizə gedəcək. Bu stəkanı götürdüm. 5 manat 50 qəpiyyədir. Çox gözəldir. Mən içi belə risunqalı olan stəkan çoxdandan istəyirdim. O biri rənglərin arasında tərəddüd eləyirdim. Amma bunu bilsiz niyə görə götürdüm? Çünki buna bənzər tarelkalar da götürdüm. Bunlar deməli 1 manat 80 qəpiyə idi cəmi. Baxın, qiyməti də üstündədir. Bundan biraz da yazları 2 manat 40 idi. Başa düşmədim niyə görə, çünki razmeri eyni idi. Baxın, belə görünür. Düşünürəm ki, stəkanla qəşəng uyur. Ona görə bunlar mənim oldu. Baxın belə. Ümiddən ümid nədir adı mağazasının. Deməli 2 dənə belə salfet qaldım. Deyəcəksiniz, bunları indi sən niyə inirsən? Nə bilim, aldım, gördüm indirimdədir. Bunu da təzə evə qoyacağım zapasa. Ayqa təzə zapas mallar alır. Deməli bunu aldım. Bu şamlarda lazım olacaq. Mən çaynik almışdım onun altlığı üçün. Bu deməli tualet üçün.
qiyməti bunda münasib idi, ona görə götürdüm. Və 2 dənə dəsmal almışam qızlar. Bilmirəm bunları göstərim və yaxud yox. Çünki mama bu dəsmalları görsə deyəcək, bu nə keyfiyyətdə dəsmallardır. Əslində o qədər də gözəl deyil. Ümumiyyətlə siz reylərdə əgər bilirsinizsə hardan keyfiyyətli dəsmallar almaq olar, mütləq mənə yazın. Çünki o gün Karaçiyə getdim və gördüm ki, orada da yoxdur dəsmallar. Bilmirəm hardan alınırsa dəsmallar, yazın. Və yaxud Sədrəkə getməyə lazımdır. Bunun 2 dənəsi elə belə yüngülvari götürdüm. Böyüyün qiyməti 12 manat idi. Balacanın qiyməti deyəsən 7 manat idi. 12.90-a bu böyüyü. Belə bədən dəsmalı. Bunlar da hamısı gedəcək təzə evə.